Salam əziz fermerlər. Bugün sizinlə çox praktik bir mövzuya toxunacağıq. Elə bilin ki, birgə bir sahə bələdçisi hazırlayırıq. Məqsədimiz nədir? Torpağınızdan maksimum nəticəni necə ala bilərsiniz? Bax, bunu öyrənəcəyik. Gəlin başlayaq. İndi sizə bir sualım var. Düzünü deyin, bütün il zəhmət çəkirsiniz, çalışırsınız. Bəs torpağınız bu zəhmətinizin haqqını verir? Hə? Yəni, sizin qədər o da çalışırmı? Cavab əslində çox sadə bir yerdədir. Elə ayağımızın altında, torpağın özündə. Baxın, bu iki vəziyyət arasındakı fərq elə bil ki, gecə ilə gündüz kimidir. Sol tərəfdə nə görürük? Zəif, yorulmuş bir torpaq. Nəticə, aşağı məhsul, su stresi, bitki qidanı mənimsəyə bilmir. Sağda isə tam əksi, canlı, nəfəs alan bir torpaq. Bu da bizə yüksək məhsul, dözümlü bitkilər və bol ruzi deməkdir. Bizim də məqsədimiz məhz bu sağ tərəfdəki nəticəni əldə etməkdir, elə deyilmi? Bilirsiniz, yaxşı məhsul götürmək lotereya deyil, şans işi heç deyil. Bu elmdir. Hər şey sağlam bir təməldən başlayır. O təməl də torpaqdır. Yaxşı, bəs torpaq sağlamlığı nə deməkdir? Çox sadə, torpağın fiziki quruluşu, kimyəvi balansı, yəni pH-ı və içindəki canlılar, o mikroorqanizmlər var ha, bax onların hamısının bir ahəng içində işləməsidir. Yaxşı, sual yaranır. Bu ideal vəziyyətə, bu canlı torpağa necə çata bilərik? Elə bir yol varmı? Bəli, var. Və bu yol təbiətin özünün bizə təqdim etdiyi üzvi bir gücdən keçir. Və budur o vasitə, Qumat Kombi Mix. Amma dayanın, buna adi gübrə demək düz olmaz. Bu tam fərqli bir şeydir. Onun əsasını humik və fulvik turşuları təşkil edir. Bunlar nədir? Təsəvvür edin, milyonlarla il ərzində çürüyən bitki və heyvan qalıqlarının əmələ gətirdiyi təbii bir qüvvə. Məhz bu maddələr torpağa sanki yeni can verir, onu oyadır və eyni zamanda zəruri mikroelementlərlə də zənginləşdirir. Yaxşı, bəs konkret olaraq nə faydası var? Gəlin sayaq. Birincisi, kökləri bərkidir. İkincisi, bitkinin stresə, yəni istiyə, soyuğa, xəstəliyə qarşı müqavimətini polad kimi edir. Üçüncüsü, məhsulun keyfiyyətini, dadını, hətta rəf ömrünü belə artırır. Və ən vaciblərindən biri, torpağın pH-ını, yəni turşuluğunu tənzimləyir. Bu o deməkdir ki, bitki verdiyiniz qidanı tam mənimsəyə bilir. İndi gəldik, bəlkə də ən vacib suala. Bütün bu gözəl nəticələri əldə etmək üçün nə vaxt hərəkətə keçməliyik? Elə bu hissə bizim əsl sahə bələdçimiz olacaq. Sizin üçün bir yol xəritəsi hazırlamışıq. Diqqətlə baxın, Azərbaycanın hər bölgəsi üçün xüsusi bir təqvim hazırlamışıq. Lənkərandasınızmı? Deməli, ilk tətbiqə fevralın sonunda başlamalısınız. Yoxsa aranda, o zaman martın əvvəlini gözləyin. Cədvəldə hər şey var. Quba Xaçmaz, Gəncə Qazaq, Şəki Zaqatala. Sadəcə öz bölgənizi tapın və oradakı tarixlərə, hətta tətbiqlər arasındakı gün sayına belə diqqət edin. Bunu götürüb öz iş planınıza əlavə edə bilərsiniz. Amma təkcə təqvimlə iş bitmir. Mövsüm ərzində elə kritik anlar var ki, onları qaçırmaq olmaz. Birincisi, əkin və ya şitil zamanı. İlk tətbiq bitkinin kök şokunu aradan qaldırır, ona xoş gəldin deyir. İkincisi, aktiv böyümə dövrü. Bu vaxt 7-10 gündən bir dəstək vermək lazımdır. Və üçüncüsü, fövqəladə hallar. Məsələn, Allah eləməsin, dolu vurdu, şaxta oldu, bax həmin an tətbiq etsəniz, bitkiyə can verərsiniz, onun tez ayağa qalxmasına kömək edərsiniz. Deməli, nə vaxt sualına aydınlıq gətirdik. İndi isə keçirik ikinci vacib suala. Necə? Düzgün doza, düzgün üsul, inanın bunlar nəticəyə birbaşa təsir edən amillərdir. Gəlin ümumi bir qaydadan başlayaq ki, ağlınızda qalsın. Geniş sahələr üçün, məsələn taxıl zəmiləri üçün 1 hektara standart doza 5 litrdir. Bu bizim başlanğıc nöqtəmizdir. Çox sadə. İndi gələk üsullara. 3 əsas metodumuz var. Birincisi, damlama suvarma sistemi ilə vermək. Bu, ən səmərəli yoldur. Çünki qida birbaşa bitkinin kökünə çatır. İkinci üsul, yarpaqdan çiləmə. Buna vaxt lazımdır. Bitkinin təcili yardıma ehtiyacı olanda, yarpaqlar vasitəsilə qidanı daha tez mənimsəyir. Üçüncü üsul isə ümumi sahəyə tətbiq etməkdir. Bu isə daha çox uzun müddətli bir investisiyadır. Yəni, torpağın özünü, quruluşunu yaxşılaşdırmaq üçündür. Ancaq meyvə bağları və bostan bitkiləri daha çox diqqət tələb edir. Burada dozalar fərqlidir. Məsələn, meyvə ağaclarına baxaq. Kökdən tətbiq edirsinizsə, hər ağacın dibinə 15-20 litr məhlul tökməlisiniz. Özü də bunu 5-7 gün fasilə ilə ən azı 2 dəfə təkrarlamalısınız. Eyni qayda bostan bitkiləri üçün də keçərlidir. Cədvəldə həm kökdən, həm də yarpaqdan tətbiq üçün bütün detallar var, mütləq nəzərdən keçirin. İndi isə bir neçə peşəkar məsləhəti ya da belə deyək, qızıl qayda.
Maksimum nəticə istəyirsinizsə bunlara əməl edin. 1. Tətbiqi günün sərin vaxtlarında, ya səhər tezdən ya da axşam gün batanda edin. 2. Hava temperaturu 15-25 dərəcə arası olsa əla olar. 3. Əgər 6 saat içində yağış gözlənilirsə, heç başlamayın, zəhmətiniz hədər gedər. Və 4. Əgər istifadə etdiyiniz su sərtdirsə, yəni əhənglidirsə, hər 100 litr suya 100 qram limon duzu qatmaqla qarışımı daha təsirli edə bilərsiniz. Yaxşı, bütün bu işləri gördük, tətbiqi etdik, qaydalara əməl etdik, bəs sonda bizi nə gözləyir, mükafatımız nə olacaq? Gəlin indi də sağlam, canlanmış bir torpağın bizə verəcəyi konkret faydalara baxaq. İlk və ən böyük fayda – suya qənaət. Baxın, sağlam torpaq suyu süngər kimi özündə saxlayır. Bu da o deməkdir ki, buxarlanma 30%-ə qədər azalır. İndiki quraqlıq dövründə bu nə deməkdir? Daha az su varma, daha az xərc. Həm cibinizə xeyirdir, həm də təbiətə. İkinci fayda – daha dözümlü bitkilər. Təsəvvür edin ki, bitkinin immunitetini gücləndirirsiniz. Sağlam torpaqda böyüyən bitki istiyə də, soyuğa da, hətta zərərvericilərə qarşı da daha müqavimətli olur. Sanki özünə bir qalxan yaradır. Üçüncü və bəlkə də ən şirin fayda – məhsulun keyfiyyəti. Torpağa qoyduğunuz sərmayə birbaşa məhsulun özündə görünür. Daha gözəl görünüş, daha zəngin qida dəyəri və hətta yığımdan sonra daha uzun müddət təzə qalması. Bütün bunlar sonda nə deməkdir? Bazarda daha yüksək qiymət və daha çox gəlir. Və sonuncu, dördüncü fayda. Bu, bir günlük iş deyil. Bu, gələcəyə yatırımdır. Siz torpağınızda milyonlarla faydalı mikroorqanizmdən ibarət kiçik bir dünya, canlı bir ekosistem yaradırsınız. Və bu ekosistem illərlə sizin üçün çalışacaq, torpağınızın bərəkətini qoruyacaq. Sözdə deyil, rəqəmlərlə danışaq. Təcrübələr nəyi sübut edir? Məhsuldarlıqda 45%-ə qədər artım. Bu az rəqəm deyil. Meyvələrdə daha yüksək şəkər miqdarı, daha böyük ölçü. Yəni bunlar xəyal deyil, tamamilə real əldə edilə bilən nəticələrdir. Bəli, bütün bunları danışdıq, indi isə yekun sual sizədir. Bütün bu bilgilərdən sonra bir anlıq gözünüzü yumub düşünün. Sizin torpağınızda yatıb qalan o möcüzəvi gücü oyatsanız, növbəti məhsulunuz necə olar? Nələr dəyişər? Bir fikirləşin, cavab sizin əlinizdədir.